Sual belədir ki, qadın gözünə sürmə vurub çölə çıxa bilər. Cavab odur ki, qadının gözünə sürmə vurub çölə çıxması haramdır. Çünki bu zinətdir, həddi zatında. Zinət sayılır. Eyni pomada, eyni pudra, eyni gözə sürmə, ətir. Bunların hamısı eyni hökmdədir. Çünki bunların hamısı sadəcə ər üçün istifadə olunan zinətlərdəndir. Naməhrəmlər görən yerdə bu şeylərin olmaması vacibdir. Və ona görə də əgər qadın gözünə sürmə vurub çıxarsa, o qadın haram bir iş görmüş olur, qadağa olmuş bir iş görmüş olur və naməhrəmlərin elə bil ki, diqqətini daha da çox cəzb eləyir və belə eləyən bir qadın tövbə eləməsi lazımdır və bir də belə çirkin əmələ qayıtmaması lazımdır, əgər baş veribsə. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.